Açıq oyna, geniş Ömer. Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. 8 yaşlardan ibarət Respublika çempionatı Cənubi və Rofum kollektivləri üzrədir. Hər iki komandaya uğurlar arzu edirik. Gözü olan qalib olsun deyirik. Maraqlı məhsuldar oyunu şahid olacaq. Hansı ki, meydanın sol tərəfdə biz yaşıl ağ formada Cənubu, sağ tərəfdə göy formada isə Rofumu görürük. Cənubun bu heyətdəki start heyəti məhz belədir. Müdafiədə Zülfüqarov Ömərlə Nağıyev Ayxan. Mərkəzdə Qafarlı Uğur, hücumda isə Məmməd Durav mübarizə aparacaq. Görüş yeni başlayıb. Məsələ yeni başlayan kimi də yəmasım. Ona görə qolsuz bərabərlik var hələ. Ömer başla Ömer. Hesab açılmayıb. Nağıyev Ayxan. Oyuncuna. Təzyiq vardı Zülfüqarov Ömər. Nağıyev. Uzaqlaşdırmaq istəyirdi Ayxan. Nail oldu. Oyuncuna, Rauf oyuncuna. Oyuncuna Ömer. Axla kimi. Kullanma Rauf. Axla kimi. Axla kimi. Öndə pressing edir və keçid vermədi. Topu meydandan çıxardı. İndi altdan topa ilə daxil edilməlidir məhz Rofum adına. Başla. Dürmə ilə başladılar. Zərbə çəkdi. Rofum komandası hesabı açır. Yaxətdən topa ilə daxil etdikdən sonra torlara yollama bacardılar. Tamerlan qolun müəllif oldu. 1-0 Cənub 0 Rofum 1. Bilirəm ki, cavab qolu tez bir zamanda gələcək. Ayxan açıq, Ömer açıq. Zülfüqarov. Qosul qafanı oldu səhvimi düzəldim. Nağıyev. Vur koyma. Direğe dəydi top. Uğur. Ömer gel. Bir qədər uzaqlaşdırdı Ömər. Rauf kimsin? Allah'la. Gel Rauf. Eksim şansı Məmməd Rauf. Zərbə çəkdi Məmməd Rauf və gol. Tez bir zamanda da cavabı gəlir. Rauf hesabı bərabərləşdirdi. Cənub 1, Rofum 1. Sana bak. Ayaklarını bağlama olursa. Rahat yap da. Rahat. Açık stilesiz. Rahat. Tez gel. Tez gel. Olur 8 yaşlardan ibarət Respublika çempionatında bir daha xatırladıram. Bu görüşdə Cənub Rofum kollektivləri üzə gəlib. Artıq görüşdə qarşılıqlı qollar izləmişik. Rofum 1, Cənub 1. O mərkəzdən yenidən start götürəcək. Tamam. Belə işarə gəldi yenidən mərkəzdən start götürmüşdü Tamerlan. Hesabı açmışdı Rofum heyətində və Məmməd Durav hesabı bərabərlik gətirib. Elə uzaq məsafədən zərbə alamada Qafarlı Uğur. Topu Ramətdə amma rəqib üçün saxlamış oldu. Rəqibini dəyərləndirir. Rauf başla. 2-1. Açıl. Ayxan açıl. Qafarlı Uğur, Nağıyev. Mərkəzə doğru ötürmə yaxşı alında Rauf. Topu rəqibə hədiyyə edir. Öməri düşünmüşdü, yəqin ki, amma alınmadı. Açıl Ayxan açıl. Ömer açıl. O. Orta, Rahat orta, orta. Qafarlı sürətdə bir qədər irəlilədi. Tamerlan əmləsi vardı, direyə dəydi. Ömer. Ofiste. Kaç yeri. Məmməd Durav. 2 nəfərin aidəsindən topu çıxarmaq istəyir. Mübarizə apardılar orada Tamerlan.
Rauf Şıqadı onun üzərinə zərbə cəhdi geçmir. Uğur zərbəni qarşısını kəsmişdi. Rauf. Qayda pozulub. Rauf apar. Ömer sen de onu apar. Uğur. 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 Bak sağa sola bak. Nağıyev. Ayxan. Akla kimi. Top rəqibinə vurub meydana çıxardı. Cənub komandası top oyuna daxil etməlidir Nağıyev. Ömər digər cinahda ötürmək gözləyir. Məsələ indi ona doğru. Kamillan əmləsi var idi. Bak. Rauf oyuncu götür. Rauf geç kabağına. 99'un kabağına geç. Oyuncuna Ömer oyuncuna boş kalma. Kabağında dur. Rauf'u vaxtdan top oyuna daxil etməlidir. Ötürməklə başladılar. Tamerlan. Zərbə çəkdi top qapıdan. Erol keçir. Hər şey yaxşı qurtardı Cənub adına. Açıl. Rauf geldi. Rauf'a doğru ötürməyə Mehmet'də Rauf. Sağına çəkdi zərbə. Bu qapının üzərindən vurdu. Təhlükəli həmlə idi. Amma nəticə hasil olmadı. Sık. Allah'ım bak. Ayhan koyma akla kimi. Ayhan kapı, Ömer kapı. Oyuncuna. Olur oyuncu tut, olur oyuncu tut. Tamam mı? Ayağını koy, oturup bir gelecek. Açıl, Ayhan açıl, Ömer açıl. Aktör topa. Nağıyev. Top topa. Zeka, ve. Ayhan kimi. Rəqib həmləsi vardı. Nağıyev. Zülfüqarov. Uzaqlaşdırdı. Hətta bu uzaqlaşdırma həmləsi bir ötürməyə də çevrildi Nağıyev. Rauf hərəkətlənib Tamerlanla mübarizə aparır. Uzaq məsafədən zərbə dirəyə dəydi. Zülfüqarov Ömər zərbə indirmişdi. Ömer karşıla. Ömer. Kapını. Ayhan kapını. Ya oyuncuna bak oyuncuna. Ayhan kapını. Kapını koruyor. Bu gol kapını diyanım. Ya. Oyuncuna diyan sen. Cüm la. Ayra. La. Cumarsan üstüne. Başlayan kimi. Referin işarəsi ilə məsəlində standart vəziyyət yerinə yetirilir. Zərbə cəhdi Tamerlanla topu torlara yollamağa bacardı. Onun qarşısını kəsə bilmədilər. 3-1. O yenə mərkəzdən start götürdü. Uğur, Zülfüqarov Ömər. Mehmet'də Rauf artıq qapdı ilə 1-1'dir. Rauf və gol. Ömer bak. Dubletir. Başını kaldırın verdi. Müdafiədən yaxşı çıxardılar. Qolu da çevirməyə bacardılar. 2-3. Fərq minimum indi. Rauf çıkıyor. Zımra. Rauf'um 3. Cənubu 2. Rauf götür. Uğur ötürməni oxumuşdu. Araya girdi. Rauf. Yakında var beni vermiş onu uzağa verirsen. Zənnimizə korner olmalıdır. Oyuncuna. Bəli, 2-3-dən zərbə yerinə yetiriləcək. Topa bakma oyuncu kabağında dur. Olursa kapın sakla olur. Aysa. Və Tamerlanın zərbəsi uzaqlaşdırmaq istəyirdilər. Uğura dəyən top torlara yollandı. Fərq yenidən 2-yə yüksəlir. Rauf'un 4. Cənubu 2. Ha. Yeni bir əmlə qurulacaq Cənub adına. Nağıyev Ayxan. Ara ötürməsi Rauf. Və Tamerlanla mübarizə aparır. Olur bak. Çobudluq var. Sərt bir müdaxilə. Qafarlıqlara qarşı qayda pozulub. Ya. Yerbe düş. Ömer açı. Ştab başladı. Bir daha xatırladaq 8 yaşlardan ibarət Respublika çempionatı Cənub və Rofum kollektivləri üzədir. Bu görüşdə Rofumun 4-2'li üstünlüyü var. Cənub önündə. Ayhan oyna. Beş koy ayağına. Nağıyev
Rafa düşmüşdü. Mehmet də Rauf Allah cəmlə sağ ayağına çəkdi zərbə. Oyunçuna hələ bir oyunçuna. Qapıdan aralı keçir, alınmadı. Allanma. Tamerlan, Rauf'un pressing vardı. Təzyiq öz bərəsini göstərdi. Topu qazandı. Qafarlı uğur. Rəqiblərlə mübarizə var. Zülfüqarov Ömər uzaq məsafədən uzaqlaşdırmaq həmləsi idi. Başkan kimisi? Ömer qabağında dur. Bakalım o səndir. Yəni təzyiq edirlər. Burada Tamerlanla komandalaşıb bir-birlərinə başa düşmədilər. İndi Cənub topu altdan oyuna daxil etməlidir Rauf. Nağıyev Ayxan. Ayxan hara, Ayxan. Niyə tələsirsən? Oyunçuna, Ayxan. Sırt. Kullanma. Məşqləməz oyuncularını təzyiqə səsləyirdi. Qafarlı uğur. Oyunçuna, o. Ayxan qoyma onu. Yaxçı. Nağıyev Ayxan Suşma Fəndili Ata. daxil etmişdi. Məhəmməd də Rauf aldı cəmlələr. Rauf! Görüşdə dubl edib. İndi daha bir qolla yaxınlaşdı amma alınmadı. Kullanma. Ayxan kömək elə. Nağıyev Ayxan köməyə çatdı. Təzyiq edə bu dəqiqələrdə Cənub hücumlarının kəsələrini bir qədər artırıb. Təzyiqi bir qədər artırıb. Zərbə! Vur! Hər kəs intizarda saxladı amma nəticə hasil olmur. Az-azıq fərqlə top qapıdan yan keçsin. Başla Ömer. Zülfüqarov. Ömər, Enicata Rauf. Amma rəqibə götürməkdir, zərbə çəkdi. Sonunda bir toxunuş var idi. Burada referinin qərarla həm barışmaq, həm də barışmamaq olar. Mən toxunuş görmədim. Oyunçuna Ömer getdi. Kornaya yerinə yetiriləcək Rofum adına. Götürmə, zərbə çəkdi, alınmır. Ömər təzyiq edirdi. Qafarlı uğur komanda yoldaşını sığortaladı. Təkrar əmlə alınmır. Ömer. Top iste. Tələsmə. Həla. Bax Ayxana bak. Uğur topladı, ara ötürməsi. İmkana çatmır. Efendim qayda pozuntusu qeydə alır. Qapıları götür bu qapıları. Ömer kapını, Ayxan kapını. Uğur oyunçuna. Gel o, hafta. Yaxədən Cənub komandası topa ilə daxil etməlidir. Nağıyev. Yanında Rauf var. Və geriyə doğru ötürmə, geridən əmlə qurulacaq. Qafarlı uğur. Ömer gel. Görüşdə hesab 4-2-dir. Rofum 4, Cənub 2. 8 yaşlardan ibarət Respublika çempionatı Rofum Cənub kollektivləri üzrə. Rofumun 4-2'lik üstünlüyü var Cənub önündə. Görüşdə isə artıq 14-cü dəqiqə oynananlar. Zərbiyev, Toğrul. Meydana bir qədər əvvəl daxil oldu. Meydan daxil olmasıyla da fərqlənməyə bir olur. Zülfüqarov və Ömərin əvəzinə meydana daxil oldu. 3-4. Dur, af çıktı sen kamerayla. Zərbiyev kazandı. Toğrul. Zərbiyev, Toğrul. Mbappe ləqəbli. Zərbiyev. 4-4. Bir dəqiqə içində meydan daxil oldu və dubl etdi. Artıq daha maraqlı bir görüş izləyəcəyik. Kartlar yenidən paylanır meydanda. Rofum çox sevməyə imkan vermir rəqibə. 5-4. Ayxan Rauf'u ara iştir ara. Rəhimov Ədi üçün təşəkkür. İki hücumçu da ara yapar. O mərkəzdən yenidən start götürəcək Məhəmməd Rauf. Qafarlı uğur, Cinadə Əşli, Nağıyev. Eyni zata komanda yolaşı var. Nağıyev özü topla irəliləməyə sesi bir qədər. Referi bildirir ki, məhz Cənub komandası top oyuna daxil etməlidir. Nağıyev. Diaqanlı ötürməyə burada Məhəmməd Rauf. Tamerlanla mübarizə aparır.
Rauf. Amma bu ötürmə rəqibi alındı. Son anda bir müdaxilə var. Qafarlı Uğur Real Goldan komandasını xilas edir. Sürüş müvəffəqiyyəti ilə rəqibin zərbəsini qarşısını kəsdi. Qabağında dur, qabağında. Qabağında. Uğur dikkatli ol Uğur. Ötürmək istəyi daha bir zərbə çəkdi. Uğurdan yenə keçid yoxdur. Bu topda son olaraq Rofum oyuncularına meydanı tərk etdi. Uğur bir halda cəmlə bir rəqibini keçi ötürmə vermək istəyirdi. Həmçinin qayda da pozulub. Uğur. Ay Uğur. Kapı yok bak. Uğur kapıya bak. Məşqçini də biz aram-aram səs sədalarını eşidirik hər iki tərəfdən. Məsciddir. Cənubun baş məqsi Uğurun uzaq məsafədən qapını yoxlamasını istədi. Oyuncuna her bir oyuncuna arka. Allah'ım. Rauf Tamerlanla mübarizə aparırdı. Ay gel başla. Tut apar. Apar. Tut burada. Ver o. Nağıyev. Arxa. Dəqiqən ötürmə yaxşı alandı. Rauf Ramiri bilsəydi. Oyuncuna. Bəlkə də artıq hesab bərabər idi. Ötürməsi ünvansızdır. Gel tez başla. Oyun. Otur. Sapla topu da. Oyuncuna. Hesab 5-4. Xoş gördük Cavit müəllim. Rofum 5, Cənub 4. Ayxa. Bravo oyuncuna. Cümüşünə Ayxa. Nağıyev. Kesit vermədi rəqibini. Altdan Rofum adına top hərəkətliyi qazanır. Qafarlı Uğur. Bir halda cəmlə. 2 nəfərin əhdəsindən topu çıxarmaq istəyirdi. Nağıyev. Mübarizə davam edir. Zərbiyev qazanmaq istəyirdi. Məhəmməd Rauf və gol! Üçə bərabərlik gəlir. Zərbiyevin inamlı mübarizəsi. Raufun son zərbəsi ilə bitirici ilə qovuşur və hesab bərabərləşir 5-5. İlk hissəndə yavaş-yavaş sonlarına yaxınlaşırıq. Raufun 5, Cənub 5. Yine pressing edirlər. Bu son qolu komandanı bir qədər də əvəzləndirdi. Tamerlan uzaq məsafədən zərbə. Əfsər olsun ki Rofum yenidən hesaba önə keçməyə bacardı. Məhəmməd Rauf. Dirək fasilədən öncə hesab necə olacaq? Komandalar fasilə hansı hesabla yollanacaq? Qafarlı Uğur özü topla irələdi. Ötürmə Məhəmməd Rauf. Alamadı. Top meydanda da davam etmək lazımdır. Və korner. Köşkdən zərbə olacaq. Top son olaraq Rofum oyuncularına meydanı tərk etmişdi. Hər kəs meydan rəqibə olan hissəsindədir. Cənub komandasının məhz elə bu standart vəziyyəti korneri qola çevirmək istəyirlər. Diaqanlı ötürməkdir. Cinal dəyişilə Tamerlan Rauf. Rauf. Məhəmməd Rauf bir halda cəmlə. 2-7 nömrə üz-üzə idi Rauf. Əfə bilir ki, Tamerlan qaydanı pozub. Tamerlan bir qədər sərt mübarizə aparır və ədalət təmsilçisi Tamerlanın bir qədər sakitləşməsini istədi. Biz standart vəziyyət izləyək. Qafarlı Uğur topun arxasında standart vəziyyəti o yerinə yetirəcək və yaxud ötürmə də verə bilər. Bu duran top şansını necə dəyərləndirəcəklər? Birbaşa qapıya zərbə idi. Baydı müdaxilə. Əməliyyat davam edir, alınmadı.
Bir də xatırladaq. Rofun 6-5'li üstünlüğü var cənub önündə. De oyun bərpa olunmalıdır. Raf. Sənəfərin əhdəsindən topu çıxara bilmədi. Naxiyev. İki hissədə son epizodlarda artıq. Amma bir qədər oyunda daima durmalar olub. Odur ki, referi itirilən vaxtı bərpa edir. Kompensasiya edir. Rofun əmləsi, burada Rafın müdaxiləsi var idi. Pressing edirlər. Raf top elə keçirməyi bacardı. Məmməddir. Raf bir qədər irələdi. Raf aldı cəmlələr və gol! Raf! Poker edir. Komandasının 6-cı özünün 4-cü qolu və elə bu qolla da referi İki hissəni bitirdi. Komandalar fasilə yollanır. Bərabər şəkildə heç yer ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik.